Salam əziz izləyicilər, mən coğrafiya müəllimi Fatimə Əzizova. Bugün sizlərlə mütləq rütubət, nisbi rütubət və ona aid məsələ izahları ilə tanış olacağıq. Öncəliklə mütləq rütubət nədir? Yadda saxlayın ki, havada həmişə müəyyən miqdarda su buxarı olur və 1 metr kub havada olan su buxarının faktiki miqdarına mütləq rütubət deyilir. Məsələn, 1 metr kub havada 5 qram su buxarı var. Demək mütləq rütubət nə qədərdir? 5 qramdır. Yaxşı, bəs nisbi rütubət nədir? Nisbi rütubət ilə isə belə deyim də, hava müəyyən qədər su buxarını özündə saxlaya bilər. Amma müəyyən qədər. Bu da onun temperaturundan asılıdır. Məsələn, deyək ki, hava nə qədər istidirsə, özündə o qədər çox su buxarı saxlaya bilər. Havanın bu su buxarı saxlaya bilmə bacarığına biz deyirik, deməli, mümkün buxarlanma. Belə deyək də, məsələn, 1 litrlik bir qab düşünək. Həmin qaba biz maksimum nə qədər su doldura bilərik? 1 litr su doldura bilərik. Amma məsələn bundan əlavə yarım litr su doldura bilərikmi? Bəli, doldura bilərik. 250 məsələn deyək ki, qram su doldura bilərikmi? Bəli, doldura bilərik. Amma maksimum 1 litr su doldura bilərik. Və yaxud da 2 litrlik qaba 2 litr su doldura bilərik maksimum. Bu da elədir. Məsələn, deyək ki, mənfi 20 dərəcə hava 1 metr kubdan söhbət gedir, 1 qram su buxarı saxlaya bilər. Mənfi 10 dərəcə temperaturda 1 metr kub hava 2,5 qram, 0 dərəcədə 5 qram, müsbət 10 dərəcədə 9 qram, 20 dərəcədə 17 qram, 30 dərəcə 30 qram. Yəni, belə deyim, 30 dərəcə temperaturda 1 metr kub havada maksimum 30 qram su buxarı ola bilər. Ondan daha çox olmaz. Əgər ondan daha çox yaransa, o necə deyim, hava artıq doyma nöqtəsinə çatır və həmin su buxarı yağıntı formasında ayrılır. Onun haqqında da birazdan danışacağıq. Deməli, mümkün buxarlanma nə oldu? Havanın saxlaya biləcəyi maksimum su buxarıdır. Biz bundan nisbi rütubəti ala bilərik. Demək, nisbi rütubət nədir? Mütləq rütubətin həmin temperaturda havanın maksimum saxlaya biləcəyi su buxarının faizinə nisbətidir. Belə izah edə bilərik. Məsələn, deməli, deyək ki, 30 dərəcə temperatur 30 qram özündə saxlaya bilər. Deyək ki, hava 30 dərəcədir və havada 15 qram su buxarı var. Hava 30 dərəcədir. Okay. 30 dərəcə havada maksimum su buxarı nədir? 30 qramdır, düzdür? Bizim maksimumumuz, yəni 100%imiz 30 qramdır. Bunu aşağıda yazırıq. Məxrəcdə 30 qram. Məxrəcdə nə yazılır deməli? Mümkün buxarlanma. Sürətdə isə deməli mütləq rütubətlik yazılır. Ki bizdə mütləq rütubət nə qədər idi? 15 qram. Və bunu vuracağıq 100%-ə. Bu da eləyəcək 50%. Deməli nisbi rütubət nədir? 50%. Deməli nisbi rütubət faizlə, mütləq rütubət isə qramla göstərilir. İndi isə keçək doymuş və doymamış havanın fərqinə baxaq. Belə deyək də, məsələn, baxın, burada əlimizdə 1 litrlik, 2 litrlik, 3 litrlik və 5 litrlik qablar var. Və biz bunların hamısına 1 litr su tökdük. Və bunlardan hansıda olacaq? Təbii ki, 1 litrlik qaba 1 litrlik su tökəndə o qab dolmuş olacaq. 5 litrlik qaba isə 1 litrlik su töksək, o dolmaqdan çox uzaqlaşacaq. Doymuş və doymamış hava da tam olaraq belədir. Məsələn, 20 dərəcə temperaturda əgər 9 qram su buxarı varsa, bu doymamış havadır. Çünki 17 qrama qədər saxlaya bilir. Bu arada dediklərim hamısı 1 metr kub hava üçün keçərlidir. Amma məsələn, 1 metr kub havada 10 dərəcə temperaturda müsbət 9 qram su buxarı varsa, artıq hava saxlaya biləcəyi qədər su buxarını saxlayır. Bu doymuş havadır. Deməli, doymuş havada nisbi rütubət neçə faiz olmalıdır? 100% olmalıdır. Bunun altındadırsa, deməli hava doyma nöqtəsindən uzaqlaşır. Nə qədər faiz azdırsa, bir o qədər hava doyma nöqtəsindən uzaqlaşacaq və yağıntı düşmə ehtimalı da get-gedə azalacaq. Amma hava doyma nöqtəsinə yaxınlaşanda yağıntı düşmə ehtimalı biraz da artır. Və yadda saxlamaq lazımdır ki, əgər normal bir şəraitdir, məsələn, deyək ki, 20 dərəcə temperaturdur və burada 10 qram su buxarı var, məsələn, deyək ki, 1 metr kub havadan söhbət gedir. Biz temperaturu biraz da artıraq, 1-10 dərəcə artıraq. Olacaq 30 dərəcə temperatur, amma havadakı su buxarı qalıb. 10 qram su buxarı, yaxşı. Qabın həcmi böyüdü, amma su eyni qaldı. Yəni, biz nə etdik? Doymaqdan uzaqlaşdıq. Daha da nisbi rütubət aşağı düşdü. Bir var, deməli 10 bölünsün 17 qram, bunu faizə çevirək. Bir də var 10 bölünsün 30 qram. Və təbii ki,
Havanın temperaturu qalxanda deməli nə oldu? Hava doyma nöqtəsindən uzaqlaşır. Hava doyma nöqtəsindən uzaqlaşır demək, nisbi rütubət azalır deməkdir. Deməli, havanın temperaturu artanda nə olur? Nisbi rütubət azalır. Nisbi rütubət azalırsa nə olur? Yağıntı düşmə ehtimalı azalır. Deməli, temperaturun yüksəlməsi yağıntı düşmə ehtimalını azaldır. Yaxşı, deyək ki, tam tərsi. 1 metr kub havada 20 dərəcə temperaturda havada var idi 10 qram su buxarı. Okey, ola bilər. Deyək ki, havanın temperaturu 10 dərəcə düşdü, oldu 10 dərəcə Selsi müsbət. Bu səfər nə oldu? 10 dərəcə Selsi temperaturda deməli 10 qram su buxarı ola bilməz. Maksimum 9 qram su buxarı ola bilər. Yəni o artıq qalan yağıntı şəklində yerə düşəcək. Yəni yağış yağacaq. Bu o deməkdir ki, havanın temperaturu azalanda nə olur? Qab kiçilir. Qab kiçilir, amma su sabit qalıb. Yəni su buxarı sabit qalıb. Və nəticədə nə olacaq? Yağış yağacaq. Yəni hava ta ki doyma nöqtəsinə çatanda artıq bundan sonra yağış yağacaq. Deməli, havanın temperaturu düşəndə nə olur? Hava doyma nöqtəsinə yaxınlaşır. Deməli, nisbi rütubət artır. Yağıntı düşmə ehtimalı artır. Aha. Deməli biz nə öyrəndik? Doymuş hava nədir? 1 metr kub havadakı maksimum su buxarıdır. Doymamış hava isə o zaman olur ki, su buxarı maksimumdan azdır. 50%, 30%-nin fərqi yoxdur. Ancaq 100% olanda nisbi rütubət biz buna deyirik doymuş hava. Temperatur artdıqda hava doyma nöqtəsindən uzaqlaşır. Temperatur azaldıqda isə doymamış hava doymuş hava. Yəni hava doyma nöqtəsinə yaxınlaşır. Temperatur azalanda yağıntı düşmə ehtimalı artır, artanda isə yağıntı düşmə ehtimalı azalır. İndi isə keçək məsələlərə. Sual 1-ə baxarıq. Deyir ki, 20 dərəcə temperaturda 1 metr kub havanın nisbi rütubətliyi 60% olarsa, doyma üçün neçə qram su buxarı çatışmır? Hava doyma nöqtəsinə çatırsa, deməli nisbi rütubətlik neçə faizdir? 100%-dir. Amma bu nə qədərdir? 60%. Neçə faiz çatışmır? 40%. Deməli bizdə çatışmayan su buxarı 40%-dir. Yaxşı, bəs 20 dərəcə temperaturda əgər 40% su buxarını biz necə tapa biləcəyik? Belə yadda saxlayın. Deməli 17 qramdır da bizdə maksimum. Yəni 100%-imiz 17 qramdır. Xətt çəkirik, yazırıq burada 100%. Bizə nəyi tapmaq lazımdır? 40%-i. Bundan sonrası rahatdır. Düzdür, 17 qramı deməli 100-ə bölürük, 40-a vururuq. Aha. Daha 68 ona böləndə də 6,8 qram. Deməli, nə qədər çatışmır? 6,8 qram çatışmır. O da harada var? D variantında. Növbəti suala baxırıq. Deyir ki, temperatur 30 dərəcə Selsi olan 1 metr kub havada nisbi rütubətliyi 30%-dir. Tam doyma üçün 30 qram su buxarının tələb olunduğunu nəzərə alaraq mütləq rütubəti tapın. Aha, deməli tam doyma üçün bizə neçə qram lazımdır? 30 qram su buxarı tələb olunur. Yəni 100%-imiz 30 qramdır. Bizdə isə 30% var. Düzdür? İndi bizə nə lazımdır? Əgər 100% 30 qramdırsa, o zaman havada nə qədər? Bunun 30%-ə qədəri var. Biz 30%-i tapmalıyıq. Mütləq 30% qədər. Deməli, nisbi rütubətimiz 30%-dir. 30 qramın 30%-ni tapmaq lazımdır. Burada nə edəcəyik? Təbii ki də 30-u 100-ə bölüb 30-a vuracağıq. Burada da sıfırlar gedəcək, qalacaq nə? 9 qram. Deməli, havada olan faktiki su buxarının miqdarı 9 qramdır. O da D variantı edir. Üçüncü sual deyir ki, temperaturu müsbət 20 dərəcə Selsi, nisbi rütubətliyi 55% olan hava 30%-ə qədər qızarsa, onun nisbi rütubətliyini hesablayın. Yaxşı. Deməli, havanın sadəcə temperaturu artıb. Yəni, havadakı su buxarı sabitdir. Yəni, biz tapmalıyıq ki, havada nə qədər su buxarı var? Temperatur 20 dərəcədir, nisbi rütubət 55%-dir. 20 dərəcə temperatur maksimum neçə qram saxlaya bilir? 17 qram. Deməli, bizdə 17 qram nədir? 100%. Yaxşı, bəs bizdə nə qədər var? 55% var. Gəlin birinci mütləq rütubəti tapaq. Bunu da necə tapacağıq? 17-ni 100-ə bölüb 55-ə vuracağıq.
Bu da eləyəcək 9,35 qram. Bu o deməkdir ki, havada 9,35 qram su buxarı var. Yaxşı, indi isə hava 30 dərəcəyə qədər qızdı. 30 dərəcədir artıq. Amma havada hələ də 9,35 qram su buxarı var. Nisbi rütubət nə qədər dəyişir? Gəlin biz buna baxaq. Deməli nə edirik? Əgər 30 qramda, daha doğrusu 30 dərəcədə 30 qram deyil, 30 qram 100%dir. Bizdə neçə qram var idi? 9,35 qram. Bu neçə faiz olacaq? Bunu tapmaq üçün də nə edəcəyik? 30-u, daha doğrusu 9,35-i 30-a bölüb 100-ə vuracağıq. Bu da hardasa varsa 16 belə gedəcək, 31,17% C variantı. Burada cavab olacaq C variantı. Bu da oldu. Nümunə suallar. Bundan əlavə sualları siz də işləyib özünüzü yoxlaya bilərsiniz. Dərsimiz bu qədər. Mövzu ümid edirəm ki, sizə tam aydın olmuşdur. Bu kimi videoların daha çox gəlməsi üçün kanala abunə olub videonu bəyənə bilərsiniz. Fikir və iradlarınızı isə rəy bölməsində bildirə bilərsiniz. Təşəkkür edirəm.